Azərbaycan MDB məkanında vəkilliyi müstəqil peşə kimi qəbul edən ilk ölkədir. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov, qurumun rəyasət heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin and içmə mərasimi zamanı dedi. Tədbirdə 67 namizəd təntənəli şəkildə and içərək Vəkillər Kollegiyasının sıralarına qoşuldu. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3003 nəfərə çatdı. Anar Bağırov bildirdi ki, bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsinə və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir. Qeyd etmək lazımdır ki, bu namizədlər sırasında 67 nəfərin 26 nəfəri dövlət qurumlarında, məhkəmə hüquq sistemində fəaliyyət göstərən savadlı, təcrübəli hüquqşünaslardır. Vəkilliyə qəbul olunan yeni namizədlərin əksəriyyəti 40 yaşına dək olan yeni nəsil hüquqşünaslardır və təbii ki, bu insanların vəkilliyə gəlişi vəkilliyi daha da müasirləşdiriləcək və təkmilləşdiriləcək. Həmçinin onu qeyd edim ki, namizədlərin bir qismi regionlarda fəaliyyət göstərəcəklər. Bu isə regionlarda olan vəkil çatışmamazlığı qismən də olsa aradan qaldıracaq. Ümumiyyətlə, hədəfimiz odur ki, bu ilin sonuna kimi ölkədə vəkillərin sayı 3300 nəfərə çatsın. Sədr qeyd etdi ki, cəmi bir neçə il əvvələ qədər Azərbaycanda 11 min nəfərə bir vəkil düşürdüsə, artıq təqribən 3300 nəfərə bir vəkil düşür. O həmçinin Bakıda vəkillərin birinci beynəlxalq konferansının keçiriləcəyini bildirdi. Cəmi bir neçə il əvvəl, əgər Azərbaycanda 11 min nəfərə bir nəfər vəkil düşürdüsə, artıq təqribən 3300 nəfərə bir nəfər vəkil düşür. Bu da əslində yaxşı bir dinamikadır. Getdikcə yəni adam başına düşən vəkillərin sayı artır. Ancaq təbii ki, bəzi ölkələrdə o vəkilliyə qəbulun imtansız, qəbulunun biz tərəfdarı deyilik. Yəni vəkilliyə ən savadlı hüquqşünaslar qəbul olunmalıdır. Çünki vəkilin bilik səviyyəsi hakimdən, prokurordan, müstəndiqdən aşağı olmamalıdır. Eyni zamanda bu ilin sonuna kimi Vəkillər Kollegiyası dekabr ayının əvvəlində birinci Bakı Beynəlxalq Vəkil Konfransı keçirmək niyyətindədir. Həmin vəkil konfransına bizim dost olan ölkələrdən nümayəndələr dəvət olunub, beynəlxalq vəkil təşkilatları dəvət olunub. Tədbirdə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətinin göstərilməsi məsələləri sektorunun müdürü Həsən Bağırov, ölkədə vəkillərin sayının 3000-ə çatdırılmasının məqsədyönlü islahatların qanuna uyğun nəticəsi olduğunu vurğuladı. Vəkillərin sayının 3000 nəfərə çatması həyata keçirilən bu ardıcıl və məqsədyönlü fəaliyyətin mühüm nəticəsidir. Bununla yanaşı qarşıda yeni vəzifələr də dayanır. Müasir dövrdə hüquq müdafiələri münasibətlərin sürətlə dəyişir, informasiya texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt hüquq peşəsinin qarşısında yeni imkanlar və çağırışlar yaradır. Peşə fəaliyyətlərinə yeni başlayan namizədlər bu günün onlar üçün həyəcanla yanaşı həm də böyük məsuliyyət daşıdığını bildirdilər. Bu şərəfli peşənin daşıyıcılarından biri olmaq yolunda ilk addımımızı atırıq. Həqiqətən də bizim üçün çox böyük məna ifadə edən bir peşədir. Bu şərəfli peşənin daşıyıcılarından biri olmaq həqiqətən də qürur verir və çalışacağam ki, öz adıma vəkil peşəsinə layiqli bir fərd olum və vəkilliyin inkişafında Azərbaycan Respublikasında öz töhfəmi verim. Bu şərəfli peşəni layiqincə yerinə yetirmək, vətəndaşlar üçün faydalı, prinsipial bir vəkil olmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm. Bugünə gəlmək üçün çox əziyyətlər çəkdik və nəhayət ki, əziyyətimizin bəhrəsini görürük. Buna görə də çox sevincliyəm və bütün həmkarlarıma, vəkil yoldaşlarıma bu şərəfli peşəni layiqincə yerinə yetirməkdə uğurlar arzu edirəm. Çıxışlardan sonra namizədlər dövlət bayrağı önündə vəkil andı içərək peşə fəaliyyətlərinin qanuna aliliyi, peşə etikası, insan hüquq və azadlıqlarının müdafiəsi prinsiplərinə sadiq şəkildə həyata keçirilməsinə dair öhdəlik götürdülər. Sonda yeni üzvlərə vəkil vəsiqələri təqdim olundu.